Verilişimizin ilk qonağı gənc psixoloq və yazar Tərlan Abdullayevdir. Xoş gəlmişsiniz Tərlan bəy. Çox sağ olun, təşəkkür edirəm. Tərlan bəy, vaxt itirmədən sualıma keçmək istəyirəm. İlk sualım belə olacaq. Sizcə cəmiyyətimizin və ümumiyyətlə müasir cəmiyyətlərin ən sosial və ən psixoloji problemləri nədir sizcə? Əvvəla sizi salamlayıram Aycan xanım, xoş gördük. Gözəl layihədir, gözəl proqramdır. Bu proqramların çox olmağı, belə layihələrin çox olmağı gənc nəslin daha yaxşı maariflənməsinə və eyni zamanda da daha çox baş verən sosial və psixoloji problemlərin önündə bir növ sipər rolunu oynaya bilər. Çünki bizim başımıza gələn əksər problemlər bilməməzlikdəndir, yəni cahillikdəndir. Başqa, hətta tibbin özündə də belə bir qayda var ki, xəstəlikləri, patologiyaları yaradan səbəb cahillikdir, bilməməzlikdir. Yəni, bilmək, o proses barəsində tədbirli ola bilmək, deməli, prosesləri %100 olmasa da müəyyən qədər həll eləmək qabiliyyətindədir. Yəni, birlikdə biz bilirik ki, limitli məsələdir. O ki, qaldı sizin sualınıza belə cavab verərdim ki, ümumiyyətlə, ən deyilən bir anlayış mənə görə yanlışdır. Çünki ənlər konkretləşdirilmiş şeylərlə bağlı ola bilər. Yəni, psixologiya və sosiologiyada ən qlobal problem, ən sosial problem, belə bir anlayış məncə doğru deyil, olmalı. Ən mühüm ola bilər haradasa, amma yenə də məsələ belədir ki, mənə görə əsas 3 dənə amil var burada və bu 3 amil mən elə başa düşürəm ki, cəmiyyətimizin ən qlobal problemlərindən hesab oluna bilər haradasa. Bu şəxsi fikrimdir. Birinci problem fərdlərin, şəxslərin özünü ifadə qabiliyyətinin pozulmasıdır. Burada mental təsirlər də var, burada teoloji təsirlər də var, burada təhsilin özünün də təsiri var və ailə modelinin də təsiri var. Yəni, belə deyim ki, baş verən bir proses varsa, o prosesə təhrik edən nəsə səbəb var. Yəni, özündən asılı və yaxud da asılı olmayan, qeyri-asılı. Mən belə hesab edirəm ki, bu günlərin Azərbaycanda və dünyada əsas qlobal problemlərdən biri insanların özünü düzgün ifadə eləyə bilməməsidir. Niyə görə insanlar özünü düzgün ifadə eləyə bilmir? Əgər sualım versəz, əvvəlcə mən özünü ifadə ilə bağlı biraz istəyirəm məlumat verəm. İnsanın özünü ifadəsi psixologiyada baş verən hadisələr və yaxud da ki, duyğuların düzgün şəkildə istənilən istiqamətə çatdırılması kimi qısa olaraq xarakterizə edə bilərik. Amma biz bunu təkcə sözlə eləmirik. Yəni, şifahi özünü ifadə edilən bir şey var, yazılı var. Məsələn, bir rəssam əslində rəsm çəkmir, orada öz duyğularını ifadə edir. Bir zərgər təkcə qızıl düzəldib satmır, orada öz, deməli, zövqə, baxış açısını yaradır. Həmin bu məsələ ilə də bağlı. Yəni, və belə deyim ki, onda belə çıxır ki, insan özünü ifadə eləməkdən ötürü mütləq nəsə incəsənətlə və yaxud da sənətlə məşğul olmalı. Xeyr, yəni, qlobal dünyada, belə deyim ki, sənətkarların payı nə qədərdir dünya əhalisində və yaxud da ki, hansısa bir məsələdir. Məsələ burasındadır ki, insanlar özünü ifadə məsələsində müxtəlif bacarıqlarını ortaya qoyurlar. Və həmin o bacarıqlar hansı səviyyədədir, nə qədər lazımlıdır və yaxud da nə qədər lazımlı deyil. Bax, bu qlobal problem buradan sonra başlayır. Məsəl üçün, belə deyim ki, təsəvvür edin ki, siz küçədə görürsünüz ki, bir nəfər maşınla, biz lordilə desək, avtoşluq eləyir, məsələn, 2 təkərə qaldırır. Bu, burada nə demək istəyir? Əslində, hər bir hərəkət bir sublimatik mesajdır. Nə demək istəyir burada? Sanki demək istəyir ki, mən daha yaxşı maşın sürə bilirəm. Mən daha qoçaq oğlanam. Yəni, mesaj budur əslində. Və yaxud da görürsən, bir əlinə təsbih alıb, başında şepka, özünü hansısa bir kumir seçib özünə, bir lotunu və yaxud da ki, bir oğru deyirlər də, doğru dildə. Bu yol istirmiyaqa deyirlər, istirmit eləyir. Nə demək istəyir bu insan əslində, əlində təsbih fırlanmaqla? Nəyi ifadə eləmək istəyir? Və yaxud da ki, gözəlliyindən razı olmayan hansısa bir qadın öz qəlbindən çıxıb daha çox botoks elətdirməklə, daha çox vizajist deyirlər də, stilistika ilə bağlı şeylər eləməklə nə demək istəyir? Bu, hamısı özünün ifadədir. Yəni, bununla bağlı mən çoxlu misallar çəkə bilərəm. Yəni, bu misallar bir deyil, iki deyil. Məsələ nədir? Niyə insanlar bəzən hətta özlərini zərərli formada özlərini ifadə edirlər və hətta cəmiyyətə
zərərli formada özlərini ifadə edirlər. Səbəb nədir burada? Səbəb burada başlayır ailə modelindən, uşaqlıqdan. Uşaq vaxtı bir nəfərə özünü ifadə eləmək istəyirsən, ya 2 nəfərə, ata və anadır bu, sevdikləri və. Həmin o ifadəni eləmək istəyəndə müxtəlif orada epizodlar da oynayırsan, müxtəlif artistliklər də eləyirsən, müxtəlif nələrsə eləyib özünü, kimliyi, şəxsiyyəti formalaşdırmaqdan ötürü, yəni sən bu adımları atırsan. Problem burada başlayır, kök təməl. Ata və ana tamaşaçı qismində səni şəxsiyyət olaraq nə qədər görüb, nə qədər səni anlayıb, nə qədər dərk eləyib, nə qədər sən onların yanında özünü ifadə eləyə bilmirsən, şəxsiyyət kimi. Çünki biz uşaq olanda ən böyük arzumuz böyümək istəyi olur. Böyüyəndə isə uşaq olmaq istəyirik. Niyə görə bu tərs mütənasib yaranır burada? Çünki uşaqlar, hansı uşaq ki, sual verirsən, böyümək arzusu daha şiddətlidir. Çünki o özünü ifadəni orada görür. Məsələn, öz yaşında görmür. Yəni, istədiyi şeyi ala bilməyib, yəni öz yaşından. Bu günlərim qlobal, həqiqətən də, məsələn, mən özüm sual verirəm balaca uşaqlar görəndə, böyümək istəyirsənmi? Deyir, hə. Onun bir kəlmə hə deməyi, hə, mən böyümək istəyirəm, öz yaşında yaşaya bilmədiyi anlamına gəlir də. Çünki öz yaşında özünü ifadə eləyə bilmir. O fikirləşir ki, böyüyəndən sonra özümü ifadə eləyə bilərəm. Həmin bu proses bir müddətdən sonra şəxslərarası bölünməyə başlayır. Artıq məsələ atı ilə, anı ilə bağlıydısa, qohumlarla, yaxınlarla bağlıydısa, böyür, bu inteqrasiya olur cəmiyyətə. Bu məsələ artıq cəmiyyətə inteqrasiya olan məsələlərdə motiv də dəyişir. Əvvəl atasına maşın sürməyi sübut eləmək istəyən bir oğlan, indi cəmiyyətə sübut eləmək istəyir bunu. Əvvəl anasına... Bu proses neçə yaşdan başlayır? Konkret yaş yoxdur. Məsələn, belə deyim ki, qavrama yaşı, bioloji yaş başqa bir şey. Məsələn, belə bir şey deyim, məsələn, qadınların 3 yaş qrupu var. Kənardan görünən yaş qrupu var, ayrıdır, özünü hiss elədiyi yaşı ayrıdır. Təvəllüdü ayrıdır. Yəni, IQ yaşı insanın ayrıdır, bioloji yaşı ayrıdır, təvəllüd yaşı ayrıdır. Yəni, yaş dediyimiz bir şey, bu yaşayışla bağlı olan bir şeydir. Yəni, bunu konkret rəqəmə salmaq stabilizasiya prosesidir ki, yəni, müəyyən şeyləri müəyyən vaxtda təyin elə. Nisbi bir məsələdir mənə. Zaman kimi baxıram mən yaş anlayışına da. Bunun konkret bir yaşı yoxdur. O genetika ilə də bağlı ola bilər. Elə uşaqlar var ki, onlarda 6 yaşından sonra da başlaya bilər, 10 yaşında da var. Məsələ qavramaq və fikir çatdırmaqdan başlayır. Məsələn, insanların ilk istəyi, ilk çağırışı, ilk arzusu, özünün ifadəsi ağlamaqdan başlayır. Məsələn, bir uşaq ağlamağı, onun yəni ilk dialeksiyada belə bir qayda var, danışıq ağlamaqdan başlayır. Yəni, o ağlayaraq süd istəyir, ağlayaraq yemək istəyir, ağlayaraq atasını çağırır, anasını çağırır və bir müddətdən sonra başa düşür ki, ona danışmaq lazımdır. Çünki ağlamaq çeşidləmir məsələni. Məsələn, sadəcə ağlayır və ana ona təkliflər eləyir və o təkliflərdən biri tutur. Südünü istəyirsən, sunu istəyirsən, nə istəyirsən, belə olur da. Və daha sonra o başa düşür ki, danışmaq lazımdır. Danışandan sonra başa düşür ki, özünü ifadə eləmək lazımdır. Necə? Məsələn, bir uşaq psixologiyasında, yəni Amerikada belə bir təhlillər aparılmışdı ki, deməli, uşaq əslində heç kimi tanımır. Yəni, onun beynində belə bir anlayış yoxdur ki, mənim atamdır, mənim anamdır. O görür ki, bir nəfər qadındır, mənə qayğı göstərir. Yəni, süd verir, altımı təmizləyir. Proses belə gedir. Və instinkt olaraq insan kimi başa düşür ki, deməli, burada proses nədir? Bu insan mənə qayğı göstərir, məni sevir və insanın şuuraltı bir borçluluq hissi başlayır burada. Mən necə eləyim ki, bağlılıq dediyimiz sevgi buradan başlayır. Mən necə eləyim ki, ona qarşılıq verim. Çünki insan qarşılıq verə biləcək funksional formada yaradılıb. Və görür ki, o bunu eləyə bilmir. Görür evə bir nəfər daxil olur. Bu da təbii ki, onun atasıdır. Həmin bu uşağa süd verən, qayğı göstərən, qadını öpür, qucaqlayır. O başlayır ona oxşamağa. Modelləşdirdir ki, deməli, bu cür eləmək lazımdır. Bu formalaşdı beynində. Daha sonra nə baş verir? Şəkil çəkir, şeir əzbərləyir. Qarşılıqdır bunlar hamısı. Qarşılıq vermək həm də özünün ifadədir. Bir yaş dönəmindən sonra mən artıq bir fərdəm anlayışını verir. Məsələn, mən çox bəyənmədiyim bir mental dəyər var. Uşaqla uşaq dilində danışmaq.
Bu uşağı lağa qoymaq kimi bir şey baxıram amma. Məsələn, Almaniyada, Fransada, Amerika ölkələrində görürsən uşaqla sanki böyük bir insan kimi danışırlar. Amma bizdə onu nazlamaq kimi Nazlamaq problem burada başlayır. Zaten nə problem varsa qadınlarla bağlı ən çox bu nazlamaqdan başlayır. Yəni naz elə bir məsələdir ki, səni olduğun xarakterdən olmadığın xarakterə keçirdir. Bəs onda niyə psixoloqlar uşaq travması deyə kobud davranan valideynlərdən... Kobud davranmaq, baxın, mən sizə bir şey deyim, iki cür travma var. Bizim cavanlar indi balansı tuta bilmirlər. Uşaqla davranış qaydasını, yəni o balansı tuta bilmirlər. Çünki qızıl ortanı bilmirlər. Məsələ nədir? Qızıl orta nədir? Ümumiyyətlə, psixologiyada belə bir, hətta xarakter tipi də var. Məsələ nədir? Travma iki şeydən yaranır. Ya həddindən artıq çox sevgi verməkdən, ya həddindən artıq çox sevgi verməməkdən. Tamaşaçılarımıza bunu da bildirək, qeyd edək ki, aşırı sevgi özü də bir travmadır. Bu çox böyük bir problemdir əslində. Biz bunu sadəcə olaraq fərqinə varmırıq. Övladlarımıza düzgün tərbiyə vermək üçün sadəcə olaraq ruslar demiş ki, Zalataya Seredinanı bilmək lazımdır ki, düzgün tərbiyə verə bilər. Misal olaraq, ana öz evladını böyüdür, qızını. Mənim qızımdan yoxdur. Ata deyir ki, mənim qızım mənim prinsesimdir, prinsessamdır və o nə istəyirsə o dünyanın ən gözəl qızıdır. 17 il belə böyüyür. 18-19 yaşlarından sonra o cəmiyyətə inteqrasiya olunub baxır ki, bu sadəcə bir fərddir. Və hətta biraz da dərinə gedəndə o başa düşür ki, onun heç bir fərqi yoxdur. Psixoloji bir travma yaşayır əslində. Təbii ki, buradan sonra başlayır proseslər. Və o depressiya, niyə görə inteqrasiya, adaptasiya prosesində insan çətinlik çəkir? Çünki olduğu yer, olmaq istədiyi yer deyil. Olduğu yer xəyallarındakı yer olmadı. O elə başa düşürdü ki, atam kim olacaq hamı? Bütün kişilər. Amma o, belə deyək, sevgililik yaşayanda qarşı tərəfdəkinin nəyə görə onunla sevgili olduğunu başa düşəndə. O çünki atasından onu görməmişdi. Mən indi sevgi haqqında danışanda onu deyəcəm, sağlam sevgi nədir, patoloji sevgi nədir? Məsələn, sağlam sevginin təməl prinsiplərindən biri də odur ki, mənfəətsiz sevgi. Yəni, baxmayaraq ki, belə deyim ki, sən o insandan heç bir mənfəət almırsan, amma yenə də onu sevirsən. Bu həqiqi sevgi. Çünki qız atasından onu görüb. Belə deyək ki, çox hallar, böyük ehtimallar. Amma deyək ki, həmin prosesi fərd olaraq bir qarşı cinsdən başqa bir insandan görə bilməyəndə o depressiya, o deyir, mənim atam kimisi yoxdur. Və yaxud da ki, atasına olan sevgisi artmağa başlayır və bu da kompleks yaradır. Bütün kişiləri atası modeldə görmək istəyir, amma onu görə bilməyəndə də həyatında çox böyük travmalar. Hətta mənim bir pasiyentim olmuşdu. O vaxtı deməli o yoldaşından boşanmaq istəyirdi. Araşdırdım, çox araşdırma apardım ki, bu niyə boşansın? Maraqlı bir şey ortalığa çıxdı. Təsəvvür edin ki, kişi ona hər şeyi verir. Yəni yoldaşı ona hər bir şərait yaradıb. Məsələ burasındadır ki, həmin bu qız atasından almaq istədiyi sevgini həmin bu yoldaşından ala bilmir. Məsələ budur ki, mən Qurani-Kərimdə də belə bir ayə var, yəni kişilərə 4 qadın halallıq məsələsi. Mən bunu belə izah eləyirəm həmişə tələbələrlə işləyəndə də. 4 qadın tipini sevməyi öyrədib Allah kişiyə. 4 qadın tipini. Bəli, burada birincisi anasıdır, ikinci bacısıdır, üçüncü yoldaşıdır, dördüncü qızıdır. Yəni bu 4 qadın tipini sevə bilməyən bir kişi ümumiyyətlə sevə bilmir. Mən deyirəm həmişə tələbələrə ki, Allah bacını sanki ona görə yaradıb ki, kişilərə qadınla necə rəftar eləməyin ilkin təməl formalarını öyrətsin. Belə deyim. Yəni sanki sistem budur. Yəni belə deyim ki, indi qlobal problemlərdən ikincisi də odur ki, istənilən vəzifədə, kimlikdə olan insanlar həmin o vəzifəni bilmirlər. Yəni bu günlərim birinci sadaladığım problem əgər özünün ifadə tələbatının pozulması idisə, ikinci problemlərdən biri də heç kimin öz vəzifəsini düzgün bilməməsidir. Məsəl üçün, vəzifələr çoxdur. Analıq vəzifəsi var, atalıq vəzifəsi var, ailə, oğulluq vəzifəsi var, qızlıq vəzifəsi var. Hamısı vəzifədir. Heç kim öz vəzifəsini bilir. Sanki təsadüfən gəlib oturmuş və yaxud da hansısa bir ehtiyacın nəticəsini çəkirlər. Belə deyək. Həmin bu proseslər nə yaradır sonda? Vəzifəni bilməyən bir toplum, cəmiyyət yavaş-yavaş
o qədər ciddi problem halına gəlir ki, maraqlar toqquşması başlayır. Bir müddətdən sonra da belə deyim ki, artıq psixologiyada bəzi şəxsiyyət pozuntuları var. Sosiopatizm deyilən bir dənə də şəxsiyyət pozuntusu var ki, o da nəyi izah eləyir? Artıq sən sosial qayda qanunlara uyğunlaşa bilmirsən. Mesela psixopatlıq başqadır, sosiopatlıq başqadır. Sosiopat insanın psixopatdan fərqi odur ki, psixopat 2 dənə əlaməti ilə bilinir. Onlarda ürək döyüntüsü aşağı olur, mərhəmət anlayışı olmur, empatiya sıfır və bir çox bunun kimi səbəblər, morbid maraqlar olur, yəni vəhşiliyə doğru maraqlar olur. Sosiopat isə qanun, qayda güdən adam deyil. Onun üçün heç nə maraqlı. Məsələn, svetofordan qırmızı işıqdan keçməyə baxır, kamera axtarır. Görüm, belə bir situasiya varsa bunu eləyim. Yerə tüpürmək. Yəni, fürsət axtarır ki, qaydaları pozmaq. Və bu qayda pozuntusu ilə böyüyən bir insan sizcə bir ailə sahibi ola bilər? Sizcə bu bir yoldaşına qərar göstərə bilər? Zaten o eyni qaydada ailədə də mən ona inanmıram o insan. Niyə görə? Çünki qaydası pozulmayan bir insan qayda pozmaz. Həyatından nəsə oğurlanmayan bir insan oğru olmaz. Bu fəlsəfi qaydadır. Yəni, baş verən bir proses varsa, determinizm deyilən fəlsəfədə bir bölmə var, ona təhrik edən nəsə bir səbəb var. Yəni, bir şey varsa, bir hadisə baş verirsə, ona təhrik edən mütləq səbəb var. Belə deyək. Yəni, heç nə özü başına yaranmır. Birdən-birə bir insan bir şeyi fikirləşib eləyə bilməz. Belə deyim ki, fikir versək, diqqətlə cəmiyyətə baxsaq, görərik ki, o qədər psixoloji şəxsiyyət pozuntusuna əziyyət çəkən insanlar var. Onları bu vəziyyətə gətirən şəxsiyyət pozuntusu olan insanlardır. Belə deyim, yolxucudur. Yəni, bir növ atadan oğula. Məsələn, hamı çıxdı TikTokda bir o Əhmədin cinayəti olanda, hamı dedilər ki, belə oğul olar. Amma heç kim demədi, onu bu vəziyyətə kim gətirib, hansı formada gəlib. Onu görən adamlar niyə bilmirdilər? Hər şey əlamətlə bilinir də. Yəni, cəmiyyətin etinasızlığı aydındır. Yəni, ailənin etinasızlığı. Ümumiyyətlə, bizdə bu qlobal bir problemdir. Yəni, görüb də göz yummaq desək daha doğru olar. Sevgi qabağını aldı. Bu da sevgi deməli, faydalılıq tərəfi qədər faydasızlıq problemi də var. Yəni, ümumiyyətlə, sevgini araşdıranda fəlsəfədə çox maraqlı şeylər ortalığa çıxır. Sevgi dediyimiz anlayışın içində yəni, bütün problemlər var. Eyni zamanda sevgi bütün problemlərin də dərmanıdır. Görsən, bu da bir paradoksal bir məsələ. Evet, çox maraqlıdır. Niyə görə elədir? Çünki, ümumiyyətlə, xoşbəxtlik qədim Yunan fəlsəfəsinə görə hədlərdədir. Həddi təyin eləyə bilməyən bir insan heç vaxt o şeydən fayda götürə bilməz. Qayda budur. İçki niyə haram elan edildi bu Həzrəti Muhammed tərəfdən? Həddin aşdılar. Sərxoş şəkildə məscidə girirdilər səhabələr. Bir-birinin artıq əsil zarafat edirdilər. Və hicrətin neçənci ilində səhərəmsə nəs gəldi, qadağa gəldi oldu. Niyə? Çünki hədd aşıldı burada. Və Quran-ı Kərimdə dəfələrlə ayə var, həddi aşmayın deyə. Dindarların radikal olmağına səbəb nədir bu dəqiqə? Hədsiz şəkildə o şeyi düşünmək. Obsessiv xəstəlik deyilən, yəni OKB deyilən həddindən artıq düşünmə. Yəni, həddindən artıq sevmə. Ümumiyyətlə, hətta bir məşhur bioloq var, onun bir sözü var. O deyir ki, təbiətdə baş verən proseslər, deməli, mənfi proseslər, ümumiyyətlə, insan və cəmiyyət, çatışmazlıq deyil, artıqlıqdır. Yəni, çatışmazlıqdan problem yaranmır. İnsan o çatışmazlığı yerinə qoya bilir. Artıqlıqdan problem yaranmır. Səhv eləmirəmsə, Amerikan psixoloqları Glapin belə bir effekt eləmişdi. O 2 dənə balaca uşağın qabağına bir boşqabda yemək qoymuşdu. Birinə çox qoymuşdu, birinə az qoymuşdu. Az qoyan doya-doya yemişdi, çox qoyulan dağıda dağıdı. Yəni, çoxluqdan yaranır problem. Yəni, bunu izah eləmək istəyirdi. Çox sevmək, çox sevməmək qədər problemdir. Çox düşünmək, çox düşünməmək qədər problemdir. Ümumiyyətlə, bir şeyi çox bilmək, çox bilməmək qədər problemdir. Çoxluq problemdir. Çoxluq, yoxluq və yoxsulluq yaradır. Yəni, bunun sonu bura gəlir çıxır. Ona görə də sizin o dediyiniz o balans məsələsini düzüb qoşmaqla bağlı cəmiyyətin çox ciddi problemi var. Təkcə bizim cəmiyyətə aid deyil, o bütün cəmiyyətlərdə var. Bunun olmasına da səbəb nədir? İnsan bir şeyi çox istəməsinə səbəb. O şeyin vaxtında verilməməsi. Mən suyu çox içsəm indi, vaxtında susuyanda həmin o suyun mənə verilməməsindən yaranacaq. Bastırılmış duyğu deyirik biz buna. Mən çox yeməyə hərisliyim nədən ola bilər?
vaxtı ikən çox az qalmağımdan, özümü çox aç hiss eləməyimdən. Yəni çoxluq anlayışı, çox pulu olsun deyə çalışan insanlar var. Gecə gündüz. Nə vaxtsa o yoxsulluğun acı tərəfini daddığına görədir. Qorxur, o travması var onun ki, yoxsulluq görən kimi yəni o qayıdır əvvəl. Yenidən o duruma düşməmək üçün, o durumu yaşamamaq üçün. Yəni hansı cəmiyyətlərdə ki, fikir versək, çoxluqla bağlı problem yoxdur, o cəmiyyətlərdə də həmin bu azlıqla da bağlı problem olmayıb nə vaxtsa. Belə qiymətləndirə bilərik. Təşəkkür edirəm Tərlan bəy. Çox sağ olun. Mən bir sual narahat eləyir. Daxili boşluq. Yəni o barədə fikrinizi bilmək istəyərdim. Yəni necə narahat edir? Yəni daxili boşluğun nə olduğunu bilmək istəyirsiniz? Bəli, daxili boşluğun nə olduğunu və insanlar daxili boşluğun nə olduğunu bilmirlər və bu haqqda bir məlumat verib insanları bir məlumatlandırardınız. Daha doğrusu deyim, daxili boşluğun nə olduğunu çox yaxşı bilirlər, bildiklərini zənn edirlər. İnsanların əksəriyyəti bu dəqiqə sual versən deyəcək, mən bir daxili boşluq yaşayıram, depressiya deyirik də biz buna elmi dildə. Bir daxili boşluğun içindəyəm, daxili boşluqdan əziyyət çəkirəm. Əslində, ümumiyyətlə, təbiətdə boşluq anlayışı deyilən bir şey yoxdur. Yəni, sən bir boş otaq təsəvvür etsən, orada hava ilə doludur. Boş fəza desən, radiasiya ilə doludur. Mənə bir dənə boş olan bir şey göstər. Yoxdur elə bir şey. Yəni, boşluq deyilən anlayış yoxdur ümumiyyətlə. Hər yerdə nəsə var. Daxili boşluq dedikləri məsələnin insanların əslində onlar daxili doluluqdan əziyyət çəkirlər. Yəni, mən daxili boşluqdan əziyyət çəkirəm deyən bir adam potensial olaraq hansısa bir daxili doluluqdan əziyyət çəkir. Hansısa bir fikrin doluluğundan əziyyət çəkir. Adam da deyir, mən zövq ala bilmirəm. Bu sözü deyən bir insan mütləq şəkildə nədənsə zövq alır, həmin o zövqü ala bilmədiyinə görə, başqa zövqlər onun yerini verə bilmədiyinə görə o əziyyət çəkir. Yəni, özünü adlandırır, mən zövq ala bilmirəm, belə deyək. Çox vaxt bu söz deyən adamlar ali zövqlərə sahib olan adamlar olur və yaxud da ki, çox gözəl, elə bir şey yaşayır ki, onun əvəzi yoxdur, belə deyək, əvəz eləyə bilmir. Və daxili boşluq yaşayan insanlar ki, indi biz dedik, bunu izah elədik, bu gəldik, çıxır mövzu ehtiyaclara gəlir, çatır. Ümumiyyətlə, insan ehtiyac içində olan bir varlıqdır, başdan təpədən dırnağa qədər. Həmin bu ehtiyaclar yaradır bu prosesləri. Yəni, onda belə çıxır ki, depressiyaya düşən insan boşluqdan yox, əksinə daha çox dolu olduğuna görə depressiyaya düşür. Bəli. Və bunu səhv anlayır. Depressiyanı ümumiyyətlə yaradan kodekslər, əsas səbəblərdən biri məcbur edilmiş həyat tərzidir, hüzünlü vəziyyətin bitməməsidir, ondan sonra belə deyim, təzyiq altında olmaqdır. Məsələn, mən həmişə deyirəm, canlı yayımlarda da ki, keçmişdə quldarlıq dövründə insanların ən böyük problemi qorxuları qul olmaq təhlükəsi idisə, bu günlərim insanların ən çox qorxduğu şey robot olmaq təhlükəsidir. Məsəl üçün, belə deyim ki, qulun heç olmasa azadlıq yanğısı olurdu. Robot öz-özünü tapa bilmir. Yəni, robot nəyi nəzərdə tutursunuz? Məsəl üçün, robotlaşmış insanlar var ki, bu dəqiqə artıq heç bir hissə, emosiyaya, heç bir şəxsi azadlığa, daxili, belə deyim, sərbəstliyə sahib deyil. Çünki insanların bir 50%, bunu yəni mən statistikaya görə deyə bilərəm ki, 50% antidepressantlarda otururlar. Hətta gənc nəsil belə, uşaqlar belə antidepressantdadır. Dediyim kimi, ümumiyyətlə antidepressant deyəndə bir balaca uşağın mağazaya gedib balaca bir kola almağı da, o da antidepressantdır. Yəni belə deyim ki, indi üzr istəyirəm, ifadəmi tamamlayayım. Məsəl üçün, bir uşaq təsəvvürlə gedir çipsi alır, kola alır, fanta alır. Bu kolanın tərkibi nədir? Kafein. Kafein. Başqa kimyəvi maddələr. Aktivləşdirici də var, passivləşdirici var içində. Yəni, glutamin turşusu da var, gammamin turşusu da var. Nə deməkdir bu? Uşaq, sanki uşaq vaxtından ailədə ata-ananın problemindən qaçmaqdan ötürü hansı şeylər onu sakitləşdirir, onu eləməyə başlayır. Və bunu əvvəlcə mağazada tapır. Jelibondur. Məsələn, jelibon biz bilirik ki, nədən hazırlanır? Dana gönündən hazırlanır, donuz sümüyündən, donuz dərisindən. Yəni, bədən temperaturunda ərimir ümumiyyətlə. Onu sən tavaya atsan, 40-45 dərəcədən sonra əriməyə başlayacaq. İnsan bədənində temperatur 36,6 Selsidirsə, o bədəndə heç ərimir. Bunu niyə yeyir? Tərkibindəki hansısa ximikat onu sakitləşdirir. Bir növə deyək, beynin tormuzlaşdırır ki, o prosesdən çıxsın. Və insanlar bunu eləyə-eləyə
Məsəl üçün potensial sərxoş olan bir insan təsəvvür eləsək, deyək ki, adama biz alkoqolik deyirik, içki içir, yəni özündə deyil. Bunu belə görəndə cəmiyyətdə deyirik ki, cəmiyyətə yararsız bir insandır. Bunu buna nə təhrik eləyib? Hər bir insan elədiyi hər bir şeydə özünü sakitləşdirməyə, o ataraksiyanı əldə eləməkdən ötürü əziyyət çəkir əslində. Daxili boşluq artıq o sakitliyin itməsidir. Yəni belə deyək ki, artıq o sakitlikdən məhrum olmasıdır. Nədir buna səbəb? Hansısa ehtiyacın düzgün təmin olunmaması. İnsanın hansısa ehtiyacı düzgün təmin olunmayanda bütün psixoloji problemlər başlayır yavaş-yavaş. Nədir ehtiyaclar? Bizim ehtiyaclarımız iki yerə bölə bilərik ki, məsələn, təbii ehtiyaclarımız var, sonradan yaratdığımız süni ehtiyaclarımız var, zövq ehtiyaclarımızı da buna aid eləyə bilərik. Ən təhlükəli ehtiyac vərdiş halına keçən ehtiyacdır fəlsəfiyə görə. Bəli. Və ən təhlükəli ehtiyacın bir üstündə olan ehtiyac insan ehtiyacıdır. Çünki insan ehtiyacının alternativi yoxdur. Yəni bağlılığı nəzərdə tutursunuz. Bəli, mənim sənə ehtiyacım varsa, həmin sənə olan ehtiyacımı başqa bir insan ödəyə bilməz. Çünki o konkret bir insana aiddir. Və ona görə də məsələn keçmiş qədim fəlsəfədə, ümumiyyətlə belə deyim, antik fəlsəfədə belə bir qayda var idi ki, nəinki yoxluğu səni narahat eləməyəcək, o şeyin varlığından qorxma. Yəni fəlsəfə belə izah edir ki, yəni dünyada nə verilirsə mütləq alınır. Heç nə səndə əbədi qalmır. İnsanları pis vəziyyətə salan, psixoloji boşluqlara salan bir şeyin əbədiyyən onda qalacağına inanmaq hissi. Onda Tərlan bəy, sizin deməyinizdən belə çıxır ki, alkoqolik də özünə görə haqlıdır. Hər kəs özünə görə haqlıdır. Yəni haqsız insan yoxdur. Yəni onda hər kəs sofistika deyilən bir mədəniyyət var. Orada məsələn hətta bir oğru belə, yəni cani belə özünə görə haqlıdır. Yəni onu saf niyyətlə eləyir əslində. Özünü müdafiə yaşamaq instinkti. Məsələn Almaniyada belə bir qayda var, səhv eləmirəmsə, həbsxanadan qaçan insana cəza vermirlər. Çünki onun azad instinktidir. Yəni bacarırsansa qaç. Niyə görə? Çünki insan bu cür fokuslanıb, yaradılıb. Amma metod səhvdir. Biz metodu qınayırıq. Xarakterin işimiz yoxdur. Məsələn, insanların elədiyi hər bir şey, həyat fəaliyyəti 3 dənə stildədir. Ya aldanış stilindədir, ya axtarış stilindədir, ya qaçış stilindədir. Amma bu günlərin, məsəl üçün, belə deyim, küçədən keçən bir fərdə baxsaz, zövqlərinə baxsaz, ya adam hansısa problemdən qaçır, ya hansısa bir məsələ ilə özünü aldadır, ya da ki, nəyisə axtarır. Yəni kimə hansı yol rahatdırsa o yolu seçir. İnsan təcrübəsinə əsasən hərəkət edir. Beyninin informasiyasına əsasən hərəkət edir. Kimə hansı informasiya verilibsə, misal üçün, mənim keyfim yoxdur, dostum Məmməd deyir ki, gedək bir dənə oturaq, vıraq yüngülvari başımıza çıx. İnformasiyadır bu. Deməli, mən belə başa düşdüm ki, mən kədərli olanda, qəmli olanda, gedib oturub bununla bir 50-50 vursam, rahatlaşacam. Keyfim açılar. İnformasiya bu qədərdir. Əlavə üst informasiyam olsa, beyin ümumiyyətlə belə bir xüsusiyyətə sahibdir ki, o əhəmiyyətli olan informasiyanı götürür. Həqiqi informasiya üçün maraqlı deyil. Yəni, özünə sərf eləyən informasiya. Beyin egoist bir orqandır. Yəni, onun işləmə mexanizmi belədir ki, məsələn, siqaretin zərərli olduğunu beyin bilir. Bəs niyə istifadə edir? Çünki o enerjini sənə vaxtında daxili tələbat əsasına verməmsən. Xaricdən almağı öyrətmirsən, o da onu inteqrasiya edir, yəni xaricdən alır. Narkotikanın zərərli olduğunu beyin bilmir ki, bilir. Bəs nə eləyir? Çünki ona maraqlı deyil. Çünki onun sabah anlayışı yoxdur beynin, bu gün anlayışı var və orqanların işləmə mexanizminə cavabdehdir. Yəni onun aqressivliyi həmin məsələdə, məsələn, indi bayaqçı söhbətə gəlsək, məsələn, həmin oğlan deyir ki, gedək oturaq, içək, nə bilim, belə elə və artıq bu bir neçə dəfə təkrarlanandan sonra, bu vərdiş halına çevriləndə təhlükə buradan sonra başlayır və potensial olaraq belə bir insan cəmiyyətə nə qədər yararlıdır, evladına nə qədər yararlıdır. Yəni məsələ ona görə biz burada psixologiya, sosiologiya bunları araşdırır ki, yəni sən tək yaşamırsan. Ümumiyyətlə, insan tək təsvir olunan bir varlıq deyil. Heç bir ədəbiyyatda, məsələn, insanı öyrənən 300-ə yaxın elm var. Belə deyim ki, təbiəti öyrənən 5-6 dənə əsas elm varsa, insanı öyrənən 300 dənə elm var və onların içərisində heç bir yerdə insan tək təsvir olunmayıb. Hətta yaradılışda belə Adəmi Allah yaradanda deyir, Adəm darıxdı, ona bir Həvva yaratdı, qadın yaratdı. Yəni bu nə deməkdir? Yəni məsələn 1945-ci illərdə araşdırmalar aparılmışdı. Bir arını
pətəkdən götürmüşdülər. Ona bal da verdilər, yağ da verdilər, hər bir şərait yadlar, amma tək. Arı öldü. Yaşam. Bir qarışqanı götürdülər kovasından, ona bal, yağ, hər bir şey verdilər, öldü. Niyə? Çünki sosial varlıqdır, tək yaşaya bilməz, mümkündür. İnsan da belədir. Və o təklik dediyimiz məsələ, deməli, yaranır tənhalıqdan. İndi tənhalıq nədir, təhlik nədir? Bu təhlik fiziksel bir anlam götürə bilərik, amma tənhalıq qəsdən olan bir prosesdir. Yəni kimsə səni öz varlığı ilə sevindirib, sonra yoxluğu ilə cəzalandıranda olur bu. Travmalardan sonra bir. Bəli, və yaxud da ki, belə deyim ki, mən səndən aldığım hissi bir də heç kimdən ala bilməyəcəyini düşünürəm. Bunun adını qorxu qoya bilərikmi? Ümumiyyətlə, yəni bir daha o səhnəni yaşamamaq üçün qorxu dediyimiz şeyin termini, izahı belədir. Nəyə ki, hansı məsələnin qarşısında ki, acizsən, o qorxu yaradır. Hansı məsələ ki, barədə tədbir görə bilmirsən, qorxu. Qorxu dediyimiz şey tədbirsizlikdir. Yəni, mənim qabağıma 2 metr bir adam çıxır, üstümə gəlir. Mən ondan niyə qorxum? Çünki ona qarşı heç bir tədbirim yoxdur. 2 metr boyunda 120 kilo çəkisində bir adamdır. Mən nə qaracam ona? Qorxu dediyimiz şey nədir? Tədbirsizlikdir. Qorxu dediyimiz şey bilməməkdir. Məsəl üçün, Azərbaycanda balaca uşaq ilandan qorxursa və yaxud da bir yeniyetmə, Hindistanda kobra ilə oynayır. Halbuki o kobra onu saçsa, yerində bir dəqiqə içində ölmə ehtimalı %100'dür. Amma Tərlan bəy, qarşımızdakının fikrini zaten biz bilsəydik, o problemləri yaşamazdıq. Fikri bilməyə ehtiyac yoxdur. Ümumiyyətlə, insanlarla ünsiyyətdə nə fikri bilməyə ehtiyac yoxdur, nə onun dediyi sözə əhəmiyyət verməyə ehtiyac yoxdur. Niyyəti bilməyə ehtiyac var. Niyyəti, baxın, mən həmişə deyirəm, tələbələrə sual verirəm ki, hansı yol təhlükəlidir, fiziki olaraq sual. Biri deyir ki, daşlı yol təhlükəlidir, biri deyir çınqıllı yol təhlükəlidir, biri deyir, nə bilim, falan yol. Mən deyirəm ki, işarəsiz yol təhlükəlidir. Niyə görə? Təsəvvür edin ki, biz bir yol gedirik, heç bir şey, qabaqda quruq var, nə bilim, dərə var, təpə var, heç nə işarəsi yox, neçə ilə getməlisən. Bu yol nə qədər düz olsa da təhlükəlidir. Niyə görə? Çünki işarəsizdir. İnsanları da anlamaqdan ötürü, bunun bir təlimi var, qaydası var. Onun niyyətinin işarələrini tapmalısın. Yəni, əsasən insanlar harda alınır? İki şeydə, təkliflərdə, bir də təriflərdə. Tərif eləyən bir insan mütləq təklif eləyəcək, bu qaydadır. Tərifsiz təklif var, təklifsiz tərif var. İki şeyi bilmək kifayət eləyir. Yəni, insanlarla işləmək üçün, məsələn, bir satıcı bir paltarı sənə satmaq üçün əvvəlcə onun əynində necə gözəl qaldığının tərifini eləməlidir. Və əgər sən daha sonra da təklifini eləyəcək, təbii ki, bunu almaq istəyirsən, yoxsa. Və sən orada yoxdur. Onun oradakı siması, mimikası, hər şey bəlli olacaq. Yəni, açıq aydın görəcəksən ki, nə var, nə yox. Ona görə də insanları əslində, belə deyim, mən anlamaq elə də çətin məsələ deyil. O qədər də ciddi bir problem deyil. Bu sizə görə çətin deyil. Yəni, məsələ nədir? Sizin bu barədə məlumatınız var deyə sizin üçün çətin deyil. Əslində, heç bir insan üçün çətin deyil. İstəklərimiz və ehtiyaclarımız onun qarşısını alır. Hamımız bilirik kim kimdir, kim nəçidir. Sadəcə olaraq, bəzən insan elə susuyur ki, zəhəri olduğunu bilir, amma yenə içir. Niyə görə? Çünki susan, ehtiyac ona imkan vermir. Bəzən insan nəyəsə çirkli-çirkli yeyir, məsələn, meyvəni, ya nəsə ac olanda, bilir ki, zərərlidir. İnsanın biliyinin olmaması belə o qədər problem deyil. İnsanın mütləq o biliyini əvəz edən hissiyatı, intuisiyası olur. Yəni, belə deyək ki, mən hansısa bir insanın negativ və yaxud da pozitiv olduğunu uşaqlıq təcrübələrimə, gənclik təcrübəmə məsələn hiss eləyə bilirəm. Sadəcə olaraq ehtiyacım imkan vermir. Belə deyim ki, məşhur antik fəlsəfədə belə bir şey var ki, deyirlər ki, bədbəxtlik nədir? Cavabında deyirlər ki, bədbəxtlik xoşbəxt anında nəzərə almadığın şeylərdir. Məsəl üçün, xoşbəxt anında nəyə nəzər? Məsələn, sən voleybol oynayırsansa, xoşbəxt andasan və orada soyuq su içməyin sənə zərərini nəzərə almırsın. Düzdür. 2 gündən sonra da asma bronxitə qədər gedib çıxarılırsan. Niyə? Çünki həmən də eyfariyada olursun. Məsələn, növbəti bir insan, deyək ki, çox gözəl özünü təqdim eləyib, qüsursuz, mükəmməl bir xarakteri var. Olur ki, hansısa bir situasiyada istəmədiyin bir şeyi görürsən ondan. Nəzərə almırsan deyirsən, şeyin insan da olur belə şey. O nəzərə almadığımız şeylərin içindədir. Məsələn, çox buna misallar çəkə bilərəm. Məsələn, biz sadəcə elə çıxır ki, müşahidə eləməyi bacarmırıq. Bəli, elm müşahidədən başlayır. Yəni, elm
başlayıb ildırım çaxanda insanlar baxıblar ki, bu niyə çaxıb? Müşahidə ediblər bunu. Bu heyvanı niyə yeyir? Müşahidə ediblər. Bu heyvan öz cinsindən olan niyə yemir? Elm müşahidədən başlayıb. Müşahidə eləmək qabiliyyəti olmayan bir insan heç bir məsələyə müdaxilə edə bilməz. Məsələn, insanların müşahidədə iki qayda, elmdə müşahidədə qayda nədir? Müşahidə elədiyin obyekt və ya da subyektə müdaxilə eləməməlisən. Adamın yalan danışdığını müşahidə edirik. Deyirik, sən yalancısan. O daha professional yalancı olur. Niyə müdaxilə edirəm? Niyyətin bilmədin axı. Yalan danışır da. Tutmusan, dinmə də. Görək də niyə danışır? Müdaxilə eləməsək, müdaxilə eləməsən niyyətini öyrənəcəksən. Müdaxilə eləməsən səhv yola gedər. Müdaxilə iki cür olur. Yəni bizə uşaqlıqdan bunu deyiblər ki, müdaxilə eləməlisən. Niyyətin bilənə qədər müdaxilə eləməməlisən. Bir adamın niyə oğurluq elədiyi? Niyyətini bilənə qədər bəlkə öldürdür. Məsələ nədir? Baxın, o qədər yaxına buraxmadı. Məsələ budur. Yəni sən düzgün müşahidə eləsən, o öldürəcək səviyyədə sənə yaxın dura bilməz. Mənim səni vurmağım üçün sənə yaxınlaşmağım lazımdır. Lap pis vurmağım üçün arxanda olmağım lazımdır. Niyə icazə verirsən mən sənin arxana keçim və yaxud da mən sənə vura biləcək qədər yaxınlaşım? Ümumiyyətlə, sosial psixologiyada belə bir qayda var. Bir qadının 40 metr, üzr istəyirəm, 40 santimetr sərhəddi var. Yəni, heç bir yad kişi, heç bir qadına 40 santimetrdən çox yaxınlaşa bilməz. Ya itələyəcək, ya geri çəkiləcək. Fakt budursa, bioloji strukturun budursa, bəhanədir olur, başqa şeylər. Məsələ qayıdırıq müşahidəyə. Müşahidə nədir? Sən əgər müşahidə elədiyin obyekt və subyektə müdaxilə edirsənsə, sən doğru müşahidəçi deyilsən. Çünki insan, ümumiyyətlə, insanın ən təbii halında insanı müşahidə eləməlisən. Qayda belədir psixologiyada. Ən təbii hansı haldır insanın? Öz-özlüyündə. İnsanın ən təbii halı, ən tək olduğu haldır. Yəni, insan ən böyük tərbiyəsizlikləri də tək olan deyilir, sərbəstliyi də ən tək halında müşahidə eləməlisən. Bu birinci qayda. İkinci qayda, müşahidə elədiyin insanın, belə deyim, müşahidə elədiyin insan bilməməlidir sən onu müşahidə edirsən. Mən bilsəm ki, sən məni müşahidə edirsən, təbii ki, özümü sənin istəyə uyğun aparacam. Yəni, bu qaydalar, sadə qaydalardır bunlar. Yəni, psixologiya elə bir çətin bir elm deyil. Təcrübələr əsasında eksperimental psixologiya var, sosial psixologiya növləri çoxdur. Hamısı təcrübələr əsasında formalaşmış bir elmdir. Yəni, belə deyim, burada psixologiya yeganə elmdir ki, onu pasiyentindən öyrənir. Yəni, tələbələrindən və baş verən proseslərin, patologiyaların müşahidədən öyrənir psixologiya. Və psixologiya bunları açıb. Bunları bilməməyimiz, yəni bunları eləyə bilməməyimizə gətirib çıxardır, eləyə bilməməyimiz stres yaradır, stresdən qorxu yaranır, qorxudan xəstəliklər yaranır və sən yaşamağa yararlı deyilsən. 21-ci əsr psixologiya erasıdır, mənə elə gəlir, dövrüdür. Niyə görə? Məsəl üçün, 2-ci Dünya müharibəsi vaxtı yer üzündə 2 milyard insan yaşayırdısa, 60-cı, 70-ci illərdə bu oldu 6 milyard, indi 8,5 milyarddır. Nəyin sayı çoxalırsa, mən çoxluq məsələsinə yenə qayıdıram, keyfiyyət aşağı düşməlidir. Yəni, bu qaydadır. Bu dəqiqə hər iki ayaqlı gördüyümüz adama insan deyirik. Məsələn, bunların içində adam var, fövqəlbəşər var, belə primata oxşayan neandertal var. Hamısı iki ayaqlı, iki qulaqlı, iki gözlü, bir təhburunlu varlıqlardır. Məsələn, meymunların da özləri növləri var. Şimpanzi ayrıdır, orangutan ayrıdır. Biz hamısına meymun deyirik cins olaraq. Amma növləri var. İnsan da belədir. Yəni, bizim hər gördüyümüz varlıq insan deyil. Və yaxud da ki, hər gördüyümüz o danışan, bizdən söhbət edən insan bir üst var. Belə bir şey deyim, ümumiyyətlə, dində belə bir anlayış var. Deyir, yer üzündə elə insanlar yaşayır ki, mələklər onları görəndə deyir, ilahi, məni niyə insan yaratmamısan, necə gözəl insandır. Elə insanlar da var ki, iblis onları görəndə deyir, ilahi, yaxşı ki, məni insan yaratmamısan, bu nətər insandır. Yəni, elə insan var, elədiyi hərəkətlərlə mələkdən yuxarı səviyyədə fövqəlbəşərdir. Elə insan var, nəfsinə görə heyvandan aşağıdır. Yəni, bunlar bilinir. Çox sadə bir şəkildə bilirik biz bunları. Sadəcə olaraq biz özümüzlə bağlı, qərarımızla bağlıdır problem. Görürük. Baxmaq başqa şeydir, görmək başqa şeydir. Nə tərəfə baxırıqsa o tərəfi görürük də. Yəni qayda budur. Bəzi şeyləri görməzdən gəlirik. Çox şeyləri deyərdim. İki dövrdə çox şeyləri görməzdən gəlirik. Onda belə çıxdımı ki, xoşbəxtlik dediyimiz şey nəzərə almaqdır, bədbəxtlik dediyimiz şey nəzərə almamaq. Başımıza nə gəlibsə, irili xırdalı, hamısı nəzərə almamaqdan gəlib. Hamısı nəzərə almamaq və bilməməkdən gəlib. Yəni, biri-birinin qədrini bilmir, biri-birinin hörmətini bilmir, biri-birinin dəyərini bilmir. Bilməməkdən yaranır da nə varsa. İtirdikdən sonra qədrini bilir, onda da artıq gec olur. İndi qlobal problemlərdən biri də
Mənə elə gəlir ki, sevgi mövzusudur. Sevgiyə insanlar, cavanlar az mıdır, yoxsa tox mudur? Buna bir fikir bildirə bilərsinizmi? Ümumiyyətlə, sevgi, belə deyim ki, ədəbiyyata görə bir cür, psixologiyaya bir cür, sosiologiyaya görə bir cür qiymətləndirilir. Ümumiyyətlə, sevgi emosional bağlılıq anlayışıdır. Yəni, psixologiyaya görə sevgi dediyimiz anlayış təkcə insana aid deyil. Yəni, müxtəlif situasiyalara da aid ola bilər, təbiətə də ola bilər, tanrıya da ola bilər, atyanıya da ola bilər, onların da qarşılıqlı. Emosional bağlılıq dediyimiz şeyləri qidalanmadır əslində. Yəni, sevgi qidalanma növüdür, belə deyək ki, bir insandan. Yəni, məsələ burada sevginin azlığı və çoxu, bəli, bu belə... Emosional vampirizm gedir. İndi bunu izahını belə verə bilərik ki, bu günlərin cəmiyyətdə sevgi patologiyası deyilən bir şey var. Yəni, xəstə sevgilər statistikası var. Yəni, bu psixologiyanın öz qaydasında sağlam sevgi ilə xəstə sevginin nə olduğunu bilməyən bir insan zəhmət çəkib sevgililik yaşamasın. Və bu günləri mənim tələbələrim olur, məsələn, sevgililik yaşayırlar. Deyirəm, siz bir-birinizlə nə söhbət edirsiniz? Deyir, heç nə də, ancaq bir-birimizi vəsf edirik də, sən belə gözəlsən, mən səni belə sevirəm. Tərif oxuyurlar. Tərifə ehtiyac yoxdur. Yəni, tərifdənsə niyyəti öyrənmək, nəyə görə sevirsən, nə var? Məsəl üçün, mən belə bir şey deyim, insan birdən-birə mazoxistləşmir, vəhşiləşmir. Bunun ilkin əlamətləri olur. Məsələn, uşaq vaxtı, uşaq atadan və anadan incik formalaşarsa, belə bir maraqlı bir situasiya yaranır. İnsanın ümumiyyətlə, təbiətdə ən böyük ədalətsizliyi nədir? Təqsiri olanı yox, təqsiri olmayanları cəzalandırır. Yəni, belə deyim ki, insan hansısa bir insan tərəfindən zədələnir, travma alır və həmin o travmanı yaradanı, yaşadanı cəzalandırmır. Çünki sevir çox vaxt böyük ehtimal, ata-ana olur. Onun yerində kim varsa hamısını edir, yəni cəzalandırır. Hətta Amerikada belə bir uşaq oğrusu var idi. O uşaqlara işgəncə verən qoca bir, yaşlı bir psixopat var idi. Ona sual verilir, sən bunu niyə edirsən? Deyir, çünki mən də uşaq olmuşam və uşaqlıqda atam mənə çox incidib, zorakılıq edib və uşaqların heç biri məndən artıq deyil. Uşaqlıqdan başlayır mərhələ. Baxın, birinci karyera deyilən bir prosesdən keçir. Əvvəlcə uşaq başlayır bitkilərin qənim olmağa, canlı olur. Ağacın görürsən, butağın qırır, gülü qopardır. Qəzəbin əvvəlcə bitkilərə tökür. Sonra keçirdir heyvanlara, ona zoofiliya deyilir. Yavaş-yavaş ürəklənir. Görürsən, itə daş atır, qurbağanı öldürür. Siz bunu cəmiyyətdə görürsünüzsə, deməli o uşaq qisas modundadır artıq. Yəni, kimdənsə hayf olmaq istəyir. Və bir üstə çıxanda keçir insanlara. İnsanlara da bunu heyvanlara elədiyimiz kimi eləyə bilmərik. Yəni, belə deyim, ağaca elədiyimiz kimi eləyə bilmərik. Əvvəlcə yaxınlaşmalısın. Hər bir insanın öz sərhəddi var. Və o sərhəddi keçməlisən, daxil olmalısın o qəlb qalasına, ondan sonra bu prosesə başlamaq. Belə deyim, Troya atı düzəldirlər. Yəni, Troya atın məğzi nə idi? Atın içində əskərləri Troya qalasının içə salmaq. Yəni, bir Troya atı düzəldir. Bir psixopat, bir narsist, bir mazoxist, bir egoist daxil olur xanımın qəlb evinə. Və daha sonra başlayır bütün proseslər, qisas almaq. Belə deyim. Bugün qlobal sevgi problemləri arasında ən öndə gedən obsessiv sevgidir, mazoxist sevgidir, belə deyim ki, narsist sevgidir, onda egoist belə çıxır sevgidir. ki, mazoxist sevgi, narsist sevgi bu model formalaşır ailədən. Əlbəttə ki, ailədən formalaşır. Narsizmin Bəs elə də yaranması situasiyalar, elə də vəziyyətlər olur ki, normal ailədir, amma uşaq narsist və yaxud ailə mazoxist. dediyimiz şey ev anlayışı deyil. Ailə cəmiyyət də ola bilər. Yəni, bunu izah edeyim ki, ailə sözü ərəb dilində tərcümədə əv sözündən götürülür. Kök olaraq dayanışma demək. Nəyə dayanmırsansa o sənin ailəndir. Yəni, belə çıxır ki, yetimlər evində böyüyən uşaqların ailəsi yoxdur, amma o da bir ailədir. Bunu çox gözəl vurulub. Əlbəttə ki, o da bir ailə. Yəni, ailə dediyimiz şey yetişdiyimiz dipçəkdir. Bitki dipçəkdə yetişir, sonra əkilir hansıdır. Amma bizim üçün ailə modeli deyəndə, ana, bacı, qardaşdır. Bəli, o səhvdir. Yəni, o anlayış zaten elə onun səhvinin cəzasını çəkirik biz. Məsələn, sizin evinizdə tərbiyəli qız uşağı böyüyür, mənim evimdə tərbiyəsiz oğlan uşağı böyüyür. Sən nəyinə lazımsa fikirləşsən ki, onun ailəsidir də. Amma sənin o qızını mənim oğlum alacaq da. Bunu düşünən var. Hegelə görə əxlaq anlayışı ayrıdır,
ədəb anlayışı ayrıdır, tərbiyə anlayışı ayrıdır. Məsələn, Hegel deyir ki, sizin əxlaq dediyiniz şey ailədən başlayır, şərq ölkələrinə bir atmaza eləyir. Amma mənim əxlaq dediyim şey cəmiyyətdən başlayır. Sən deyirsən ki, evdə koridora tüpürmə, amma küçəyə tüpürsən də olar. Aydındır. Amma qərb məsələn mədəniyyətinə biz fikir veririk ki, əvvəlcə cəmiyyətin strukturundan başlayırlar ki, o ailəyə yansıyır. Bizdə bunu eləyən yoxdur. Bizdə öz ailəmdə nə olur olsun, problem olmasın, qonşuda nə olur olsun. Həmin o qonşunun təsirinə də nə vaxt məruz qalacağımızı da bilmirik. Bu başqa bir məsələ. Ümumiyyətlə, sevgidə ən böyük problemlərdən biri insanların ehtiyaca görə sevməsidir. Sevginin iki formatı var. Var ehtiyacdan yaranan sevgi, var sevgidən yaranan ehtiyac. Bunlar ayrı-ayrı şeylərdir. Ehtiyacdan yaranan sevgi varsa ortalıqda, bu çox təhlükəli bir prosesdir. Yəni, mən səni ehtiyacımdan sevirəmsə, bu cinsi istəyə ehtiyacı ola bilər, bu danışmaq ehtiyacı ola bilər, özünü ifadə ehtiyacı ola bilər. Ehtiyacımı ödəyirəmsə səndən, sən mənə müəyyən yerə qədər lazımsan. Çünki ehtiyaclar da təmin olunur. Deməli, nədir burada məsələ? Hətta dini ritorikalarda da, məsələn, dini fəlsəfədə də belə bir izah var. Adəm cənnətdən ona görə qovulmamışdı ki, o zina eləmişdi. Adəm cənnətdən ona görə qovulmuşdu ki, o sevgi əsasında yaxınlaşmamışdı Həvvaya. Çünki Allah orada bir, belə deyim, sorğu keçirdi. Deyir, ey Adəm, bu nə işdir gördün sən? Adəm deyir ki, mən eləmədim, məni şeytan yoldan çıxartdı, yaxud da qadın yoldan çıxartdı, da aynı müxtəlif ona izahlar verən var. Əgər Adəm heyvanı sevsəydi, öz üstünə götürərdi məsuliyyəti, deyirdi, mən eləmişəm, məni cəzalandır. Sevgi yox, orada bir ehtiyac var idi. Daha sonra bunlar bir-birini sevirlər, daha sonra... Yəni, ehtiyac bitir, sevgi də bitir. Belə mən sizə bir şey deyim, sevgidən yaranan ehtiyac bitmir, formalaşır. Daha ehtiyacdan yaranan sevgi bitir. Bu çox qəliz bir cümlədir, belə deyim, izahatı. Belə deyim ki, biri var, mən səni sevirəm deyə sənin ehtiyacın var. Bir də var, mənim ehtiyacım var deyə səni sevirəm. Bunlar ayrı-ayrı şeylərdir. Mütləq qaydadır. Görürsən, iki tənha insandır, tənhalıqdan qurtulmaq üçün bir-birini sevirlər. Bir yerə gəlirlər, sonra dalaşırlar, ayrılırlar. Deyirlər ki, ya gedə bilmirik, ya qala bilmirik. Çünki bunların problemi tənhalıqla bağlıdır. Məsələ burasındadır. Adam var, məsəl üçün, aslı şəxsiyyət pozuntusuna əziyyət çəkir, sevdiyi bir insan az qala sitayiş eləyir, üt kimi problemdir. Ümumiyyətlə, belə deyim ki, nədə ki hiss eləyirsə ki, normal deyil, bu gələcəkdə ciddi anormal proseslər yaradacaq. Mən həmişə xarakter anomaliyalarını izah eləyəndə deyirəm ki, insanların yaxşı tərəfini araşdırmayın. Buna ehtiyac yoxdur. Yaxşı tərəfdən sənə zərər gəlməyəcək. Pis tərəflərini araşdırın. Bir insanın ən azı 5 mənfi xarakteri olmalıdır. Əgər bir insanın ən azı 5 mənfi xarakterini müəyyənləşdirməmisənsə, ya o mələkdir, ya da gözəl maskarat ustasıdır, belə deyək. Yəni, kamuflyaj ustasıdır. Həmişə mən deyirəm insanlara ki, yaxşı xasiyyətin qədər, xarakterin qədər pis xarakterinə sənə vacibdir. Ümumiyyətlə, cəmiyyətdə biz fikir versək, ən yaxşı yaşayan insanlar, əksəriyyəti mənfi xarakterləri çox olan insanlar. Sənə görə mənfidir o, başqasına görə mənfidir, özünə görə müsbətdir. Sərhəd dediyimiz anlayış buradan başlayır. Yəni, sənin şəxsi sərhəddə müəyyənləşdirən şey sənin mənfi tərəflərindir. Sən sərhəddə müğənni qoya bilmərsən ki, bu ölkəni qoruyandır. Sən sərhəddə, belə deyim, dindar, mülayim bir insan, humanist bir insan qoyur, orada radikalist bir insan olmalıdır. Sərhəddi müdafiə edən necə ki, sərt bir insan olur. Bir dəfə xəbərdarlıq edir uzaqbaşı. Sən də xarakterin sərhədlərinə mənfi tərəflərini qoymalısan. Misal üçün, mən səndən nə isə istəyirəm, sən onu mənə verirsənsə, mənə görə bu müsbət xarakterdirsən. Amma verməsən, mənə görə mənfisən, amma sənə faydalıdır. Verib pis olma kimi verməyib pis oldu. Yəni, hansıda bir məsələdir. Yəni, insan eləyən onun müsbət tərəfləri deyil. Mənfi tərəfləridir əslində. Mən belə fikirləşəm. Tərlan bəs, sizə görə ideal sevgi nədir? Evet, ideal sevgi dediyimiz məsələ, ümumiyyətlə, idealizm, belə izah edeyim ki, ideal ümumiyyətlə heç bir şey yoxdur həyatda. Yəni, ideallığı axtarmaq özü böyük bir utopik dünyada yaşamaq deməkdir. Sadəcə, uzun müddətli dediyimiz şey var. Məsəl üçün, o qədər uzun müddətli olan hadisələr var ki, o hadisəni diqqətlə təhlil eləyəndə sanki adam elə gəlir ki, bu heç vaxt bitməyəcək, qutarmayacaq. Sevginin əsas əlaməti nədir? Birincisi, qarşılıqsız sevmədir. Əgər sevirsənsə, sevdiyinə müdaxilə eləmək fikrin yoxdursa, özünə öz vicdanınla söhbət edirsən bunu, bu həqiqi sevgidir. 2. Sevgidə empatiya mütləqdir. Yəni, özünü qarşı tərəfin yerinə qoymaq. 3. Sullivan sevgisi deyirlər buna. Fəlsəfədə belə bir izah var.
qarşı tərəfin şəxsi maraqları sənin şəxsi marağın olmalıdır. Yəni bir növ belə deyim ki, iki nəfərin birləşməsindən yaranan bir xarakter, tamamlama deyirlər ona. Yəni sevgi tam olanı sevmək deyil, sevgi tamamlamaq prosesidir. Məndə olmayan şeyi səndə tapmaq, tamamlamaq və tamamlamaq. Və yaxud da səndə də mənim kimi. Yəni mükəmməl olanı hamı sevir, gözəl olanı hamı sevir. Əsl sevgi yaratmaqdır. Sən belə deyim ki, bu bardağı özün yaratsan, daha çox sevəcəksən çim almaq. Yəni bu almaqla da sən sevə bilərsən. Hazır yaradılış. Amma özün yaratsan, hara getsən deyəcəksən bunu mən düzəltmişəm. Əsl sevgi yaratdığın şeyi sevməkdir. Hazır olan şeyi sevmək bir ondan ötəsini görənə kimidir. Məsələn, gözəli hamı sevir. Amma növbəti gözəli görənə qədər. Çox vaxt belə olur da. Niyə görə? Çünki özü yaratmayıb. Amma ata qızını daha çox sevir. Niyə görə? Daxili sevgi. Çünki özü yaradıb. Yəni o yaradılışda əziyyət çəkib. Necə olur olsun onu sevir. Maraqlı bir şeydir. Biri qara sevir, biri sarı sevir, biri ağ sevir. Atanın qızına olan sevgi dünyada kişi və qadın sevgisi arasında ən nümunəvi sevgidir. Yəni ondan o tərəfə sevgi yoxdur. Hətta ananın oğlu olan sevgisini demirəm. Yəni ananın oğlu sevgisində haradasa cinsi bir istək arzusu olur müəyyən qədər, öz cinsiyyətini tanıyana qədər. Edip kompleksi deyilən bir proses də var. Amma ən unikal sevgi, çünki ata özü yaradıb öz qızını. Demək sevgi nədir? Yaratmaqdır həm də. Yaratmadığın bir şey tam sevə bilmərsən. Və sevginin ən böyük əlaməti ünsiyyətdir. Bu çox qlobal bir qaydadır, yəni sosiologiyada, psixologiyada. Ünsiyyət nədir ümumiyyətlə? Ünsiyyət insanın bilmək marağının emosional təzahürüdür. Hamı bilmək istəyir. Maraq dediyimiz şey bilmək anlayışdır. Maraqların uyuşmasıdır ünsiyyət. Məsələn, belə deyim ki, görsən bir rəssam görən nətər sevinir. Bir artisti görən nətər sevinir. Bir operatoru görən. Dedik ki, qeyd elədik ki, əsl sevginin mütləq bir meyarı olmalıdır. Mənə görə və ümumiyyətlə elmə görə, fəlsəfəyə görə, sosiologiyaya görə sevginin ən önəmli əlaməti, hətta İslama görə də bu belədir, ünsiyyətdir. Söhbət anlayışıdır, söhbət mədəniyyətidir. Nə deməkdir bu? İstənilən bir şeyin həzzinin müəyyən qədər müddəti və vaxtı var. Sən səhərdən axşama kimi yemək yeyə bilmərsən. Sən səhərdən axşama kimi su içə bilmərsən. Hamısı həzz verilən şeylərdir. Səhərdən axşama kimi insanlar cinsi əlaqədə ola bilməzlər. Yəni bunun bir vaxtı var, müddəti var və hətta bir şey çox təkrarlananda iyrənməyə başlayırsan sən ondan. Hətta ən sevdiyin bir şey olsa belə. Belə deyək ki, sən kabab yeməyi sevirsənsə, səhərdən axşama kimi kabab yesən, artıq bulamıya yaşayarsan. Yəni sən onu iyrənərsən, qaytararsan. Amma ünsiyyətdən doya bilmərsən. Səhərdən axşama kimi söhbət edərsən, orada vaxt nətər gedir bilmərsən. Əsl sevgi ünsiyyətdir. Buna türklər və ərəblər muhabbət deyirlər. Yəni, muhabbət yapdıq. Yəni, birinci əlamət odur ki, bu insanla bir saatda söhbət edirsən, konflikt yoxdur. Öyrənirsən, beyninin bilmək tələbatını təzahürü ödənir. Dayanmadan ondan söhbət edirsən və doymursan. Və hətta İslamda da sevginin əlaməti kimi belə izah olunur. Yəni, ünsiyyətdir sevgi. Sadəcə olaraq düzgün bir şəkildə formalaşmış, özünü tapmış, təsdiqləmiş. Ünsiyyətin əsas forması da, dediyim kimi, öyrədici bir mexanizmə sahib olmasıdır. Fikirlər, boş-boş fikirlərini demək və yaxud da bir-birinin fikrinə hörmət etmək, empati qurum yox. Ümumiyyətlə, mən sizə deyim, ən yaxşı sevən, ən yaxşı öyrədəndir. Ən yaxşı öyrənən də ən yaxşı sevəndir. Və o şeydə ki, nəticə çıxarda bilmirsən, öyrənə bilmirsən, yəni öyrədə bilən insan lider insandır həm də. Yəni belə deyim ki, situasiyanı izah eləyir. Ailələrdə bu niyə görə problem var? Baş verən hadisəni nə ər-arvada izah eləyə bilir, nə arvad ərə izah eləyə bilir, nə tədbir görə bilir. Çünki ünsiyyət qıtlığı var. İnformasiya qıtlığı var, ünsiyyət qıtlığı var, görməyib ki, götürsün. Yəni, mexanizm... Sosial şəbəkələrə başları qarışıb, ünsiyyəti unudublar. Biz ümumiyyətlə, mən bir şey deyim, cəmiyyət olaraq paylaşım məsələsində bir dənə story paylaşımdan başqa heç bir paylaşım bu qədər də yaxşı bilmirik, belə deyim. Yəni, belə izah edə bilərəm ki, biz ünsiyyətə keçməyi öyrənməsək və ünsiyyətin modelləşməsi prosesini yaşamasaq, bütün ünsiyyətlərimiz qısa müddətli olacaq. Və insanlar başlayacaq qısa müddətli, bu günlərim 3 il, 5 illik sevgililik demək olacaqdır. Yəni, mən eşitməmişəm, yəni, fakt bilmirəm ki, adam desin ki, 7 ildir bir-birimizi sevirik.
Yəni müddət o qədər qısalıb ki, insanlar artıq görürsüz TikTokun öz platformanın qaydası 30 saniyəlik video verir. Bilir ki, qısa müddətli də maraqlıdır. Niyə görə? Çünki uzun müddətli aparmaq üçün informasiya bazı olmalı, təcrübən olmalıdır. Məsələn, kiçik dövlətlər uzun müddətli müharibə apara bilməz. Arsenal yoxdur, baza yoxdur. Uzun müddətli bir şey eləməkdən ötürü uzun müddətli köklərə sahib olmalısınız. Halaq otu da bitir, palıd ağacı da bitir. Biri uzun müddət yaşayır, biri qısa müddətli. Niyə görə? Çünki palıdın uzun müddətli olmaq potensialı var. Halaq otunun elə bir potensialı yoxdur. Yəni insanlar cılızlaşması dediyimiz bir şey əslində budur. Yəni bir prosesi uzun müddətli apara bilməmək. Hətta o qədər proses qəribələşib ki, insanlar artıq buna uyğun hərəkət edirlər. Zaten qarşı tərəf də bilir bunu, digər tərəf də bilir bunu, ona uyğun münasibət qururlar. Sanki bundan da razıdırlarmış kimi. Çünki insan əlindən gələn şeydə razı qalır. Bəli, belə. Çox sağ olun Siz sağ Tərlan olun, bəy. təşəkkür edirəm. Minnətdarıq sizə. Çox sağ olun, var olun. Çox dəyərli sözlər və məlumatlar öyrəndik sizdən. Var olun. Sizin kimi gənc nəslə və gənc psixoloqlara çox ehtiyacımız var. Çox sağ olun, minnətdaram.